Ətrafınızdakı 5 ən yaxın dostunuza diqqət yetirin. Çünki onlar sizin maddi vəziyyətinizi müəyyən edir. Bu fikirlər yazıcı, motivasiya spikeri Jim Rohn'un məşhur statına əsaslanır. Onun fikrincə, ətrafımızdakı 5 nəfərin qazancının ortalaması çox vaxt sizin gəlirinizə yaxın olur. Bu vəziyyət təsir effekti ilə əlaqələndirilir. Yazıcı deyir ki, ətrafınızdakı insanlar sizin özünə inamınıza, hədəflərinizə və davranışlarınıza təsir göstərir. Onun fikrincə, pozitiv və hədəfi olan insanlar sizi irəli çəkir, neqativ və şikayət edən insanlar isə sizi olduğunuz yerdə saxlayır və ya geriyə salır. Lakin Amerikalı podkast aparıcısı və yazıcı Jordan Grumet 5 dostla bağlı deyilənlərlə razı deyil. O hesab edir ki, müasir həyat dostlar arasındakı yaxınlığı məhv edib və əlaqələr əvvəlki kimi deyil. Ona görə də Grumet deyir ki, bu gün biz ətrafımızdakı 5 insanın ortalaması deyilik. Yazıcı düşünür ki, uğurlu insanların yanında olmaq praktikada işə yaramır. Hansı fikrin daha doğru olduğunu bilmək istəyirsinizsə, ətrafınızdakı ən yaxın 5 nəfərə diqqət yetirin.